Sumqayıtda iki qadın arasında mübahisə qanla bitib, hadisə Betonzavod adlanan ərazidə qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Xırda Məmmədova öz evinin yaxınlığında bıçaqlanıb. Hadisə şahidlərinin bildirdiyinə görə Xırda Məmmədova elə öz qonşusu tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına 1966-cı il təvəllüdlü qadın cinsli şəxs hospitalizasiya olunub. Qarnın beldən aşağı hissəsini və çanağın açıq yarası diaqnozu təyin edilən şəxsə təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ üzrə polis orqanında təhqiqat aparılır. Xədicə Səxavət, APA TV.